Qızlar, indi evə gəlmişəm. Evə gələn kimi də tez bazar yemək hazırlamalıyam. Və burada belə bulgur bişir. Mən zəif xoda qoymuşam. Təzə bir sumka alacağım. Bu sport stildir, amma bunu klasik geyimlərlə də uyğunlaşdırmaq olar. Materialı da bilmirəm, nə materialı, belə sürüşkən kimi də. Bilmirəm, plaşavoy da deyil, nə də bilmirəm. Detallarına da baxaq. Çox keyfiyyətlidir. Yəni bu firma çox münasib qiymətə. Hətta bu firmaya görə ucuz deyərdim. Düzdür, bəzi yerlərdə bahadır. Məsələn, molda var, 28 molda. Yəni orada üstünə bir 30-40 manat qoyurlar. Amma çox keyfiyyətlidir. Qiymətdəki əla. Mən bunu 50 manat almışam. Getdik taxmağa. Çıxardım bunu. Buramı belə elədim, bağladım. Kəstirmək istəmirəm. Bəlkə ola bilər ki, uzun da istifadə edə bilərəm. Amma yəni belə elədim. Belə də çox belə stilini qaldı. Köbud görsənmədi bu düyün. Belə qəşəng rahat. Amma düşünürəm, biraz da bunu balacalaşdırmaq olar. Tadam! Belə daha yaxşıdır. Həqiqətən burasını elə elədim ki, çox belə qəşəng görsəndi. Sanki özünün detalı belə imiş kimi. Chips aldım, dözmədim. Nəsə qəribə yenə də acamaya. Yəni bütün gün yeyirəm də mən. Gecə vaxtı video çəkirəm, amma bir də acımışam. Yine bir qəşəng şirniyyatlar gəlib bizim məhləyə. Zara'dan yeni geyimlər almışam. Bir belə kofta almışam. Bunun qiyməti 19 manatdır. Belə şokolad rəngindədir. Çox qəşəngdir. Və bir şalvar almışam. Çox qəşəng materialı var. Çox yəni həm baxın necə qəşəng cinsdir, yumşaqdır. Həm rəng o qədər gözəldir. Sanki belə parıltı kimi də görsənir, amma içindən ağsaplar gelir. Arxası da belə hündürdür. Bu hissəsi də belə hündürdür. Qiyməti də 109 manat, 110 manat da belə götürsək. Kofta isə 19 manat. Rəng çox baqat rəngdir. Onu da sizə deyim ki, deməli yay boyu mən özümə ancaq koriçno rəngdə şalvar axtarmışam və tapa bilmirdim. Hər yerə baxırdım. Məndə belə bir şey var ki, mən nə vaxt nəsə istəyəndə o olmur. Mən elə bil ki, o qədər o enerjimi göndərən bütün mağazalara. Yəni üzümüzə gələn fəsildə demək olar ki, hər yerdə tapa bilirəm. Yəni hara girəm ancaq koriçno rəngdə şalvar. Bu şalvar çox gözəldir. Belə qəribə bir oturuşu da var. Bu hissədən elə bil ki, butulka kimi. Amma mən bunu ancaq elə bil ki, basanuşkanla geyinsəm belə qəşəng qalar. Krasovkanın elə çox sadə kimi qaldı. Qızlar, burada bir qəşəng gödəkçə almışam. Dəri gödəkçə. Çox gözəldir də. Bir də rəngə baxın. Ay da, necə baqatıdır. Nə yaxşı ki, mən bunu aldım. Qiymətim 159 manat və ölçü XS. Çox gözəl keyfiyyətlidir. İçi, çölü, yəni almağa dəyər. Yəni rəngi də ki, kapuçino rəngindədir. Qızlar, biz Mehdidən gedirik mənim ad günü restoranımı behləşdirməyə və bəzi menyolara falan baxacağıq. Mən də bu günləri belə geyinmişəm. Rahat. Sabahları saçıma heç qərar verə bilmirəm ki, nə eləyim? Düzmə eləyim, nə bilim, burunmu? Biz qızlar gəldik şəhərdə Yakutsaya. Sushi gibi dəhşət, yəni 10 dəqiqəyə bitirdik. Bu qədər acıldıq da, yəni. Gedirik evə, Mehdəllərini yumağa getdi və mən başlayıram istirahət eləməyə, biraz özümlə məşğul olum ki, yox, birinci belə deyim, gedirəm, evləri təmizləyim biraz, sonra özümlə məşğul olum, ondan sonra da yatacam bol yatmalıyam ki, sabah qəşəng enerji
İkinci sabah mənim doğum günümdür. 28 May küçəsi, Bilgi küçəsi ilə kəsişmədən və 21 küçəsi ilə kəsişmədən, Tiflis prospekti küçəsi ilə kəsişmədən. Heç olmazsa maşını yandırıb söndürməyə nə olan şeydir ki, mən onu da bilmirəm. Mən heç bilmirəm tormoz hansıdır, nə bilim qaz hansıdır, bilmirəm də. Mehdi zəng gəlib Azadadır. Mən deyir ki, maşını söndür. Deyirəm, necə söndürüm? Deyir ki, orada nə bilim off yazılıb, onun üstündəsin. Deyirəm, budur. İndi bildim ki, maşını səndəmə belə söndürürlərmiş. Amma öyrənəcəm. Bir gün deyəcəm mənə maşın sürməyi öyrətsin. Sürət ki. Onunla mı geldik? Ben öyle bak. Bunu da bırakmış. Təbrik edirik günlər Ay, səni. Hər çox- şey birinci olsun. Sənə qadın xoşbəxtliyi arzu edirəm. Bugündən bütün arzuların həyata keçməyə başlasan. Ən əsası da həmişə belə pozitiv enerji. Çoxdan necə olmusan? Demək belə görsə istəməyəcək. Ben oğluma ad günü bak yaşlanmamıştım. Hə, mən də ay sağ ol. Mən bu gün nəsə iştaham yoxdur, ancaq mən su içirəm. Amma məcbur da olsa yeyəcəm. İlk öncə başlamaq istəyirəm. Aha. Mikrofon gəlincə mən çox təşəkkür edirəm ki, Gülnar xanım məni dəvət edib. Çünki mənim üçün çox öncə tanışıq. Yəni dəvət edib ad 2 gün çox az. Çox az. Neçə aydır da? Hələ bunlarla birinci gündür burada. Çox az müddətə baxmayaraq, yəni bir-birimizə çox şeylər danışmışıq. Mənim üçün çox vacib olan bir şeydir. Yəni dostluq ilk öncə təmiz niyyətlə başlayır. Ola bilsin burada hamımız fərqliyik, fərqli sahədə işləyirik, fərqli həyatlar yaşayırıq. Həyat tərzimiz də fərqlidir, geyim tərzimiz də. Amma ki bizi bir şey burada bağlayır. O, yəni hamıları və mən çox şadam ki, mən Gülnar xanımı tanımışam. Mənə çox dəstək olur. İndi biraz belə deyim də, perilomli moment olur. Təəssüf ki. Yəni yanımda olur. Ona görə də çox minnətdaram sənə. Sənə can sağlığı arzu edirəm. Çox sağ ol İlk öncə canım, həmişə çox belə sağ ol. Gözəl olasan. Çox sağ ol Dinara. Maddiyyat həmişə səninlə olsun. İnsan yanında olsun. Amin, Uşağın amin. səninlə xoşbəxt olsun, bir yerdə böyüdəsiz. Anamla inşallah hər şey daha yaxşı olsun. O da əsas bir şeydir. Alın qızlar. Буду всю жизнь тебя любить. Красивая, как сказка, нежно, как лепесток. İradə hədiyyələrimi yığır. Burada yeməklərdir. Gedib evdə yeyəcəm. Qızlar, inanırsınız, mən doğrudan heç də yemədim də. Qızlar, güllərimizi götürmüşük. O birisilər Nehdidədir. Aksantla Nehdi götürdü. Onlar pilləkəndən düşdülər. Gülləri də bizə verdilər. Amma dedilər ki, güya ki, ağırları özləri güllər daha ağırdır. Şey. Qızlar, dünənlər restoranda yeməklərin yarısı qalmışdı və paket eləyək
evə gətirək. Evə də gəldik. Mehdi xəngəl yemişdi. Biz əslində istirdik ki, evdə qeyd eləyək. Tort da bu qədər qalıb. Sonra mən doymuşam, o doyub. Həm də gec gəldik evdə. Oturduq, tortdan çay içdik, söhbət elədik. Yeməklər qaldı. Yeməklər qaldığı üçün indi mən gözləyirəm Mehdi işdən gəlsin. Burada heç bilmirəm nələr var. Yiyəcəyik birazdan. Bu nə? Belə kabab. Pomidorlar belə. Burada nə var? Burada kabab var idi. Yarısını elə mən yedim. Burada inansız heç belə şeydir, fikir verməmişdim stola. Elə videodan çəkmişəm. Diqqətlə burada turşu, pendirləsi. Burada da kababı idi. Kababın da ayaqları nə qədərini yemişəm. Gəlib çatsaydı yeyib qurtarardıq bir. Qızlar, güllərimin gözəlliyinə baxın. Gülləri mənə Mehdi ad günümə göndərdi. Qızlarla oturmuşduq bir də gördük. Wow, içəri bir nəfər girdi və dedi ki, çatdırılmadı bu. Və mən çox bəyəndim də, çox gözəldir. Soruşsaz ki, Mehdi başqa neynədir? Bura yəqin ki, sala bilsəm, salacağım. Bu əlimdəki telefonu aldı mənə 16 Pro Max. Qızlar, deməli, Mehdi ad günüm üçün iPhone 16 Pro Max aldı mənə və mən o günləri məndən soruşmuşdu ki, hansı rəngi bəyənirsən? Mən də dedim ki, belə gold rəng istəyirəm. Və düzdür, bu telefon ad günümdən öncə alındı, amma ad günü hədiyyəsi kimi alınmışdı. Çünki mənə demişdi ki, gözlə ad günündə alacağım. Mən dedim, yox, gözləmirəm, tez al. Qızlar, bugün ayın 16-sı, onun üçün mənim ad günüm idi. 16-sıdır, hələ də mən bu hədiyyələri açmamışam və indi başlayacağım. Hazırlaşmışam artıq videoları çəkməyə. Mən bir dənə Instagram üçün qəşəng reels çəkim, ondan sonra da keçəcəm YouTube-a. Mənim üçün təbii mənzərə və budur da təbiət deyil. Qızlar, mən videolarımı çəkmişəm. Və məhsulları hamısını açmışam. İndi istəyirəm sizlərə də göstərim. Ad günümdə hansı hədiyyələr mənə verilib. Amma o qədər gözəl burada bəyəndiyim hədiyyələr oldu. Hamısının öz yeri var. Amma burada başa düşdüyüm bir məqam var. Yəni rəfiqələrim məni necə də gözəl tanıyırlar. Pijama var. Hansı ki siz bilirsiniz ki, mənim ən çox ehtiyacım olduğu şey pijamadır. Çünki mən evdə çoxlu videolar çəkirəm. Və yeni pijamalar istəyirəm. Çünki eyni pijamalarda artıq çəkmək istəmirəm. Fərqlilik olsun, amma bir dənə bilmirəm ki, mənim ölçüm olacaq, yoxsa yox. Çünki mən belə arıq görsənsəm də, belə bilmirəm də, bədənimi tam tuta bilmirəm. Mən XS də geyinirəm, S də geyinirəm, M, L, XL də geyinirəm. Amma istəyirəm ki, pijama əynimdə bol qalsın. Dar pijama sevmirəm. İndi gəlin sizə göstərim. Birinci biz bundan başlayaq. Arzumdan belə bir set halında belə bir süngərdir. Duş gelləridir. Bu bədən losyonudur. Bu isə duş gelidir. Görüm iyiyə necədir. Bağlıdır. Amma aparıb hamısını qoyacaq hamama. Necə gözəl olacaq bunların iyi. Bu nədir? Əl kremi. Aha. Belə bir set halında hədiyyədir. İkinci qızlar, bu ətri. Həmişə Adorda bu ətri görürəm. Heç vaxt iyləməmişəm. Amma bir gözəl ətirdir. Hətta əlimi təxmini olar bir 20 dəqiqədə vurmuşam. Necə vurmuşamsa da elə də qalıb iyi. Çox gözəldir. Lamor. Hələ qablaşmasına baxın da siz bunun. Necə gözəl baqatıdır. İyi, məncə qalıcıdır. Sonra belə Arzumdan
duş üçün gel, köpükdür bu. Bu firmada Standards. Çox gözəl bir firmadır da. Həm bahalı firmadır. Bu da bunun bədən skrabıdır. Və uzun müddət istifadə eləmək olar bu skrabı. Sonra keçirik. Bu tərəfdə nə var? Tapıçqalar. Görəsən neçə ölçüdür? 38, 39. Evdə mənim ümumiyyətlə ayağım 36-dır. 36-da olur mənə, 37-də olur. Amma ev tapıçqaları böyük olanda daha rahat olur. Belə çox qəşəngdir bu da. Əsliyə belə soyuq havanın tapıçqasıdır da. Minimaldan pijama. Bu M ölçüdür. Elə bilirəm ki, şalvarı mənə balaca olacaq. Görüm dəyişmək olsaydı mı? Aparıb dəyişərdim. Köynəyi də üstü. Nə bilim, geyinəcəm. Amma necə gözəldir. Bir də buna baxın. Oy, son vaxtlar mən belə cicili-micili şeyləri sevirəm. Amma pijamalardır. Üst geyimində yox. Çox qəşəngdir, şirindir. Materialına baxın. Buradan da hiss edirsiniz ki, keyfiyyətlidir. Yumşaq. Bir də belə bir güllü, çiçəkli pijama. Bu isə şortiklədir. Çox gözəldir. Hamısı qızlar. Çox sağ olun. Çox bəyəndim. Bu belə. Bu M ölçüdür. Bu konkret mənə olacaq. Bunu bilirəm. Və bir də bunlardır. Bunu Sarxana. Bunu da ki İradə. İndi qaldı nə? Mən də əynimi dəyişirəm. Və bu pijamanı geyinəcəm. Maraqlıdır ki, bu mənə necə olacaq. Bu pijama çox qəşəng oturdu əynimə. Tam da mənim razmerimdir. Bu tapıçqalar da ki çox qəşəngdir. Tam olaraq razmerimdir. Yəni içində ayağım oynayır, rahatdır. Sıxmır ayağımı. Çox bəyəndim bunu. Nə olardı ki bu XL də yox ha, 2XL olardı, 3XL olardı. Sən demə, bu M olmağına baxmayaraq, amma çox kiçik ölçüdür. İndi göstərəcəm sizə. Amma çox qəşəngdir, hə? Təsəvvür edin, bu biraz mənə belə bol geniş olsaydı, şalvarı da belə axsaydı əynimdən. Çox qəşəng yaraşardı da. Material axı çox gözəldir, risonkaları. Yumala yazacağım. Görüm, orada dəyişmək olarsa, xahiş eləyəcəm də, heyifdir. Çünki istəyərəm geyinməyi, çox bəyəndim, amma çox qısadır. Hətta çiyinlərdən də hiss edirəm ki, o deyil. Ümid edirəm ki, dəyişərlər. Düzdür, çək yoxdur, amma yəqin ki, dəyişərlər. Çox gözəldir, yancaq, çox. Heyif. Böyük olardı, kaş. Və yaxşı ki, belə bir koronam oldu. Görün, necə gözəl yaraşır. Ümumiyyətlə, korona kimə yaraşmaz ki? Tac. Bu tortun üstündə gəlib. Başlayayım mən buraları yığış eləməyə. Saat 1 işləyir. Amma yuxum da gəlmir. Buketi də açdım. Bunun içinə qoydum. Siz bilirsiniz ki, mən YouTube üçün tam olaraq düzənli videolar çəkə bilmirdim. Yəni, vaxtım olduqca müəyyən bir hissələri çəkirəm. Ona görə biraz qarışıqlıq baş verə biləcək burada. Necə? Yəni mənim ad günüm ayın 13-ü olub. 16-sı mən hədiyyələrimi açıb sizlərə videonu çəkmişəm. Və bu günləri noyabrın 17-sidir. Sonra da mənə hədiyyə verilənləri isə mən bu günləri ancaq bunları çəkə bilib və həmin o vloqlara birləşdirəcəm ki, bunlar da ad günü hədiyyəsi olduğu üçün istəyirəm ki, o vloqu tamamlayım bununla. Burada yeni bir ətir var. Bunu mənə bir rəfiqəm verib. Sonradan görüşmüşük. O mənə bunu hədiyyə elədiyi üçün gecikmiş hədiyyə olsa da vloqa əlavə eləyəcəm. Və burada da mənə bunları Sarxana vermişdi, pijamaları. Mən sizə demişdim ki, onları aparıb dəyişmək istəyirəm. Mağazaya getdim və bildirdim ki, bəs mən dəyişmək istəyirəm bunları. Sarxananın özünə də dedim. Dedi ki, narahat olma, lap yaxşı. Tək ki, əsas odur ki, ürəyincə olsun. Nəysə elə mən ona dedim, bildim ki, biz bir-birimizi başa düşəcəkdir. İnciməz məndən. Şəxsən mən incimərəm belə şeydən. Əksinə, bir hədiyyə evdə qalıb və yaxud da ki, mənim hədiyyəmi kiməsə verməkdənsə, mən daha çox üstünlük verərəm ki, gedib dəyişsin.
Deməli, qızlar, bu belə üçlü dəstir. Həm maykasıdır, həm şortiki və bir də belə xalatı var. Bu hissəsində belə qaş. Ölçü olaraq, bir dəqiqə deyim sizə. Siz şoka salım da mən. L. Çox gözəl keyfiyyəti var. Materialı çox gözəl atlasdır. Rəngdəki ürəyimcədir də. Mən pastel tonlarını çox sevirəm. Sonra bir də xalatı. Bir günündə geyinəcəm, baxarsınız. Da bu günləri geyinmirəm. Bir qəşəng xalatı var. Dizdən biraz yuxarı olmalıdır deyəsən. Sonra elə gözəl pijamalar var idi. Bu ikisini o qədər çətinliklə seçdim. Niyə çətinliklə seçdim? Başqa pijamalar da var idi orada. Seçim arasında qalmışdım. Və bunları götürəsi oldum. Amma başqa vaxtda gedib özümə götürəcəm pijamalar. Çünki mən evdə vloqlar çox çəkirəm. Ona görə mənim ehtiyacım var pijamalar fərqli olsun. Hələ bunun gözəlliyinə baxın. Bunun nə bilim rəngi mi deyim. Bunlar çox sakit tonlardır. Qarışıq rənglər olanda mənim ürəyim sıxılır. Ona görə mən uşaqlıqdan bu tonları sevirəm. Ölçü LC. C nədir bilmədim. Nəysə ki L ölçüdür. Və bu da bunun üstüdür. Mən sizə deyirdim, pijama bol olsun. Mənə elə yaraşır. Ona görə getdim, ən böyük ölçüləri aldım. Bunu artıq Instagram üçün çəkmişəm. Açdım bayaq. Bir də sizin üçün göstərim. Və ərəb ətridir. Ayaqları vurdum. Şirin qoxusu var, qəşəngdir. Yəni gündəlik istifadə üçün qəşəngdir. Həm qablaşması gözəldir. 75 millidir. Bir də bunu da göstərim də sizə. Belə bir iç geyimidir. Çox gözəl materialı var. Qiyməti də $7 manata. Amma o qədər gözəldir materialı, pambıqdır. Qızlar, əslində istəmirdim geyinim, çünki tənbəlik edirdim. Və dedim, geyinmişkən də sizlərə heç olmasa bunu göstərim. Belə çox rahat, həm də qəşəng qaldı. Əsas odur ki, rahatlığı var. Mən yəni pijamanı belə bol sevirəm. Amma onu da sizə deyim, birinci pijamanın XL-i belə balacaydı. O belə mənə dar oldu. Yəqin o modeli elədi. Amma bu çox ürəyimci oldu. Qızlar, nə almışsınızsa çox təşəkkür edirəm. Orta əlavə ödəniş zad eləməmişəm. O da hədiyyə idi. Ad günümü də elədiyim restoranda bizim belə 600 manat xərcimiz, tam olaraq 600 manat. Çox gözəl ad günü keçdi. Orada bəzi kadrlar var idi. Mən onları əlavə eləmədim. Çünki özümüz üçün idi. Bilirəm ki, əlavə eləsəm hərə bir söz deyəcək. Ona görə qoy bu bizim özümüzdə qalsın. Sadəcə olaraq bir hissədən bir neçə saniyəlik paylaşdım. Ümid edirəm bəyənəcəyiniz bir vlog olacaq. Belə qızlar, öpürəm sizləri. Gələn vlogda görüşərik. Hələlik.